Kitablarını sərgilədim. Bu igid qəhrəman Biləsuvar oğullarıdır. Bu oğulların hər birinin xatirəsi mənim qəlbimdə əbədi bir yeri var. Bu kitabda olan ailələrə mən bu kitabı şəxsən özüm hədiyyə gətirmişəm. Bu mənim o analara hədiyyəmdir. İnşallah onlara da dəvət edib təqdim edərik. Buradadır. Bütün şəhidlərimizin məkanı cənnət eləsin. Mən də özümə borc bildim. Dedim, elçinin mövluduna gəlmişkən, dedim ki, bu ataların da az da olsa könüllərini bir balaca şad edib, oğulları haqqında yazdığım bu kitabı onlara hədiyyə edeyim. Çok sağ olun. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. Teşekkür. Məqamlarım uca olsun. Sizə də Allah ömür versin. Mən sizi sosial şəbəkələrdən də izləyirəm. Görürəm ki, şəhid ailələrinin yanında olduğunuz qədər daima az təminatlı ailələrin də yanında olursunuz. Bu yaxınlarda gördüm ki, bir uşağı əməliyyata göndərmişsiniz, sizə uğurlar arzulayıram. O Şökü Balıya da Allah'tan şəfa diləyirəm. Təşəkkür edirəm Raziyə xanım. Var olasınız siz də. Biz həqiqətən hansı ocağa gedəndə, orada sizi görəndə biz də sevinirik ki, şəhid sevənlərimiz az olsa da belə yenə də şəhid sevənlərimiz qəhrəman şəhid anaların yanındadır. Kamil müəllim bizim dəyərli qardaşımızdır. Hər zaman şəhid ailələrinin yanında olur. Anamız Vərdədən ta gəlibdir. Biz sizi çox sevirik, dəyərli analarımız. Allah İlməddin qardaşımızın timsalında bütün şəhidlərimizin məkanların cənnət eləsin. Məqamların uca olsun. Təşəkkür edirik. Həkim qardaşımız da var olsun. Hər zaman şəkillər solanda şəhid şəkilləri təmənnasız xidmətdə olan bir qardaş. Var olsun.